Qurban Qurbanovla bağlı bir detalı deyim. Uzun illərdən sonra Avrokuboklarda yenə tək qaldı. 3 əcnəbi baş məşqçi və yalnız bir yerli baş məşqçi Qurban Qurbanovdur. Qurban Berdiyev, Yuri Vernidub və üçüncü Valdas Dambrauskas. Yenidən Avropa səhnəsində artıq əvvəlki illərdən fərqli olaraq 3 əcnəbi baş məşqçi. Görək bu dəfə şərtlər necə olacaq, kim özünü necə göstərəcək. Qurban Qurbanov artıq bu sınaqdan uzun illərdir uzaq çıxıb. Bəli, bu da ən məsuliyyətli və ən məncə asan məsələ, yəni məsələ deməyək. Sadəcə Dambrauskasın əlində kifayət qədər yaxşı futbolçular var. Məncə komandanın köklü dəyişikliyə də ehtiyacı yoxdur və bu nə üçün önəmlidir? Yeni sezon, yəni sən hansısa futbolçulara çox da dəyişiklik eləməklə öz futbol fəlsəfəvi aşılamaq baxımından çətinlik çəkməyəcəksən. Çünki onsuz da Sabahın oturmuş heyəti var. Amma Sabahın bir başqa problemi var Ahmet. Nə problemi belə? Artıq özünü göstərən, yaxşı göstərən futbolçulara böyük klublardan hətta təkliflər var. Bu çox yaxşı. İstisnasız bütün ölkələrdə var, yəni belə. Belə də o futbolçuları saxlamaq o qədər də asan olmayacaq. Hətta bəli, Maludanın 4 illik müqaviləsi var, səhv etmirəmsə, amma Maludaya iri çaplı klublardan təkliflər gəlirsə... Amma Sabah komandasını yenə də təbrik eləmək lazımdır. Maluda kimi futbolçunu o yaşda tapıb. Və burada bir sizlə maraqlıdır, mənə ən çox maraqlı olanlardan biri. Lille Avropada ən çox futbol transferindən pul qazanan futbol komandalardan biridir. Bunlar, yəni, adamda belə bir müqayisə yaranır ki, yəni özün-özündə müqayisə etsən də. Yəni, Maludadan bu qədər güclü futbolçular var idi ki, Maluda, yəni onlar Maludada hansısa bir işıq görmədilər və Maludanı bu yaşda buraxdılar. Yəni o çox həqiqətli, çünki sözün həqiqi mənasında Maluda çox keyfiyyətli futbolçudur. Ümumiyyətlə Sabahın... Gəlin sualı belə qoyaq. Sabah komandası necə oldu ki, Maludanı inandıra bildi buna? Bu da yaxşı sualdır. Yəni bu da yaxşı sualdır. Ümumiyyətlə Sabahın seleksiya işi əladır. Bu bir mənalıdır. Bu tək bu il belə deyil. Əvvəlki illərdə də Michels olsun, digər futbolçular da olsun ki, kifayət qədər yaxşı futbolçular Sabaha gəlib. Letic'in özü olsun, biz Puxasdan danışırsa, uzun müddət Sabahın sol cinahında Letic də kifayət qədər keyfiyyətli futbolçuydu. Seleksiya işində Sabah əhsən çox əla işlər görür, yaxşı futbolçular transfer eləyir və Maludanı necə inandırmaq Sabah layihəsini təqdim eləyiblər. Sabahın planları təkcə çempionluqla bitmir. Avrokuboklarda da komanda uğurlu olmaq istəyir. Çempionlar Liqasında uğurlu olmaq istəyir və təbii ki, Maluda kimi gənclər Çempionlar Liqasında vitrinə çıxmaqla gör nə təkliflər ala bilər, nə təkliflər. Çox yaxşı bir yerə çıxdım. Mən bu yaxınlarda Sabahla bağlı çox etibarlı bir mənbədən bir şey eşitdim. Adını çəkməyəcəm ölkənin. Hamımızın tanıdığı çox böyle böyük bir futbol ülkəsinin 19 millisinin oyuncusunu Sabah komandası transfer etməyə çox yaxın imiş. Çox yaxın imiş. Futbolçunun da potensialı həmən bu Maluda kimi çox potensialı bir futbolçu imiş və nə olur? Həmən o ölkə Avropa çempionatına gedir. İtalyadan, Seriyadan başqa bir komandanın skautları bu futbolçunu kəşf eləyirlər və təsəvvür edin ki, məsəl üçün Sabah komandası 100 manat verir bu futbolçuya. Həmən komanda 1 milyon təklif edir həmən futbolçunun klubuna və transfer baş tutmur. Bəs məsələ bundadır da, Sabahın bugün heyətindəki o parlayan futbolçulara da elə təzminatlar ödənilə bilər ki, Sabah məcbur qalıb sata bilər. Futbolçunun könlü başqa yerdə olsa bu da satmaq. Zatın dediyi fikrə gəlirəm. Yəni Sabah o futbolçunu belə inandırmağı bacarıb ki, yəni o futbolçu Sabaha rahat olacaq Sabah üçün. Bəli, əlbəttə ki. Çünki komanda Çempionlar Liqasına çıxış eləyir.